Amerika Birləşmiş Ştatlarının ordu birləşmələrinin bu əraziyə yaxınlaşması sadəcə olaraq əmri gözləmək məqsədi daşımır. Burada əməliyyat, kəşfiyyat, müşahidə, kəşfiyyat işlərinin həyata keçirilməsi də reallaşdırılır. Və bu kiçik bir ərazidə bilirik ki, bu dünya yaxınlaşa bilərsiniz, əgər yaxınlaşmaq istəyirsə, buyurun, əlbəttə. Mən elə buradan bəzi məqamları çatdırmaq istəyirəm və istərdim ki, yəni, tamaşaçılar da bilsin, Avropa üçün bu nəfəslik hesab olunan ərazilərdən biridir. Çünki Avropanın bütün iqtisadi, yəni uzaq şərqdən, Asiyadan gələn bütün iqtisadi yükləri, iqtisadi, belə deyək, əməliyyatları, yük daşımalar bu ərazidən keçir. Böyük əksəriyyəti bu ərazidən keçir və bu ərazi də göründüyü kimi, yəni İranın belə deyək, qismən nəzarətindədir və yaxud da İran silahlarının atəş ərazisinə daxil ola bilir. Hesab edirəm ki, bu ərazidə həyata keçirilən, hal-hazırda həyata keçirilən əməliyyatlar, müşahidə kəşfiyyat əməliyyatları Amerika Birləşmiş Ştatları tərəfindən bu zolağın, bu boğazın daha doğrusu keçirilməsinin reallaşdırılması ilə bağlıdır. Çünki qeyd olunan bu ərazilərdə İranın raket sistemləri yerləşdirilib ki, onlar quru dəniz boyunca nəzarət funksiyasına həyata keçirilir. Əlbəttə ki, Abrams adlı təyyarə daşıyan gəminin üzərində 70-ə yaxın, hətta deyərdim 80-ə yaxın müxtəlif təyinatlı döyüş təyyarələri dislokasiya olub, bu ərazidə dislokasiya olub, yerləşib və paralel olaraq əlavə köməkçi, dəstəkçi gəmilər var. Onlar bu ərazinin keçirilməsi üçün müəyyən əməliyyatlar həyata keçirəcəklər. Bir sözlə qeyd etmək istəyirəm ki, əlbəttə bu Amerika Birləşmiş Ştatlarının manevr tədbiri də ola bilər ki, İran diqqəti bu istiqamətə yönəltsin. Əvəzində isə Amerika Birləşmiş Ştatları deyək ki, İordaniya, İsrail və digər ərazilərdən İran ərazisinə uçuşlar həyata keçirərək və yaxud da raket zərbələri endirərək öz niyyətinə və hədəfinə çata bilsin. Amma bir məqamı xüsusi olaraq qeyd etmək istəyirəm. Bu yerüstü əməliyyatların olacağı bir müharibə olmayacaq. Bu inandırıcı deyil. Çünki Amerika hazırki dönəmdə, hazırki vəziyyətdə Amerika Birləşmiş Ştatları öz əskərini İran səhralığına və İran bataqlığına heç vaxt göndərməyəcək. Daha çox bu gəmilərin hərəkəti ilə də indi müşahidə olunur. Daha bir möhtəşəm deyir, gəmi hərəkət edir o istiqamətdə. Donald Trump'ın son açıqlaması bunun üzərindəndir. Və bu deyir ki, İran kəşfiyyat dronları da burada uçur və Amerika Birləşmiş Ştatlarının addımlarını izləməyə çalışır. Nə qədər İranın bugün imkanları var ki, Amerika Birləşmiş Ştatlarının həmin o hərəkətlərini tam şəkildə izləsin? Əlbəttə ki, prosesləri izləmək, yəni döyüş birliklərinin, hərbi birləşmələrin yerinin dəyişdirilməsini İran yaxın ərazidən görə bilir. Həm radiolokasiya sistemləri vasitəsilə, aviasiya vasitələrinin, həm digər cihazlar vasitəsilə gəmilərin, hərbi gəmilərin və digər Amerikaya aid ola biləcək ehtimal olunan vasitələri, nəqliyyat vasitələrini müşahidə edə bilir. Amma paralel olaraq təbii ki, dronlardan daha çox istifadə olunur. Biz bilirik ki, İran son 10 ildə xüsusilə pilotsuz uçuş aparatlarının, yəni dronların yaradılması istiqamətində böyük layihələr həyata keçirilir və bununla bağlı Qərbin hər zaman etiraz açıqlamaları var. Ukrayna müharibəsi ilə bağlı demək olar. Yəni, İran bugün həm əməliyyat, taktik, həm müşahidə kəşfiyyat, daha dəqiq desək, müşahidə kəşfiyyat, kamikadze silahlı dronların yaradılmasını prosesini yekunlaşdırıb və o proseslərin də böyük əksəriyyəti Çinlə birlikdə həyata keçirilib. Amma son olaraq İran
bunu reallaşdırıb. Yəni İranın pilotsuz uçuş aparatları ilə bağlı potensialı var və Amerikanın o ərazidəki hərəkətlərini bunun vasitəsilə görə bilər. Amma bir vacib məqamı sizə qeyd etmək istəyirəm. Bunu Amerika və kollektiv Qərb, yəni NATO düşərgəsi çox yaxşı bilir. Bu Çin və Rusiya faktorudur. İranın arxa cəhbəsi, Ruslar buna tıl deyir, daha aydın ifadə deyək. Yəni maddi təminat və digər məsələlərlə bağlı Rusiya və Çin faktorunu unutmaq olmaz. Yəni Rusiyanın və Çinin kosmik avadanlıqları, yerin süni peykləri vasitəsilə İran ərazisinin, İranın mühafizəsinin təmin olunması məqsədi ilə və müəyyən tədbirlər həyata keçirilir. Mən deyərdim ki, yəni görünən odur. İranın əldə etdiyi ABŞ ordusunun, Amerika Birləşmiş Ştatları ordusunun hərəkəti ilə bağlı, bütün tədbirləri ilə bağlı İranın əldə etdiyi operativ məlumatlar məhz Rusiya və Çinə məxsus kosmik avadanlıqlar tərəfindən. Yəni arxa planda əslində dəstək var deyirsiniz. Bazalarda istəyərdim ekrana gətirək. Digər qrafik təsvirə də qısa şəkildə toxunaq. Düzdür, vaxtımız əslində az qalıb. 2 dəqiqə ərzində istəyərdim ki, Birləşmiş Ştatların yaxın şərqdəki bu bazalarını, eləcə də Avropadakı bazalarına diqqət yetirək. Bu bazaların artıq İrana yaxın olan Birləşmiş Ərəb Əmirliyi, Qətər, Səudiyyə Ərəbistanı istiqamətində olan bu hərbi bazaların demək olar ki, fəaliyyəti dayandırılıb hazırki vəziyyətdə. Yəni şəxsi heyət oradan çıxarılıb və ərazi buradan İordaniya və Türkiyədəki və digər ərazilərdəki hərbi bazalara daşınıb. Əsas istiqamət isə nəzərdə tutulur İsrail və İordaniyada yerləşən bazalardan və bu bazalar vasitəsilə bir də Kipr ərazisində burada əsasən Böyük Britaniyanın bazaları yerləşir. Yəni deyirsiniz ki, biraz da tamaşaçılarımız üçün aydın olsun deyə Amerika Birləşmiş Ştatlarının Avropa və yaxın şərqdəki hərbi infrastrukturlarını hədəf alacağını deyən İran bu dəfə Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyni hədəf ala bilməyəcək, daha doğrusu Səudiyyə Ərəbistan, çünki onlar artıq boşadılıb şəxsi heyət baxımından. Bu gün səhv etməmsə dünən axşam saatlarında İran prezidenti ilə Səudiyyə Ərəbistanının vəliəhdinin də telefon danışığı olub və mən hesab edirəm ki, Səudiyyə Ərəbistanı İrana məsələ ilə mövcud vəziyyətlə bağlı, yəni ki, bizdə Amerika bazası yoxdur, artıq sizə qarşı hər hansı bir addım atılmayacaq, ismarışlarını, mesajlarını verirlər ki, öz əraziləri zərbə məruz qalmasın. Bilirsiniz, Birləşmiş Ərəb Əmirliyinə əgər 2 raket atılarsa, bu ölkənin iqtisadiyyatı çökər və açıq deyək də, Böyük Britaniyanın və Avropanın bu bölgə ilə bağlı bütün planları məhv olar. Yəni orada Dubay, Abu Dhabi və digər ərazilərdə çox ciddi iqtisadi layihələr həyata keçirilir. Milyardlarla sərmayə qoyulub həmin əraziyə. Eyni zamanda Səudiyyə Ərəbistanında da vəziyyət elədir, Qətərdə də vəziyyət elədir. Yəni açıq demək lazımdır. Bu baxımdan Amerika Birləşmiş Ştatları buradakı bu müttəfiqlərini qorumaq üçün, zərbə altına almamaq üçün bölgədən öz ordusunu çıxardıb. Amma İordaniya və İran arasındakı məsafə 1000 kilometrdir. Hava məsafəsi. 1000-1500 kilometrdir. İsraillə 1500 kilometrdir. Təl-Əvivlə 1500 kilometrdir. Yəni bu İran üçün artıq uzaq məsafə deyil. Bu gün İranın əməliyyat taktik raketlərini çıxmaq şərti ilə digər Fəth sinifinə daxil olan digər raket kompleksləri bu ərazini asanlıqla hədəfə ala bilirlər. Yəni 2000-2500 kilometr məsafədə olan hədəf ala bilirlər və bir şeyi də unutmaq lazım deyil ki, bu yaxınlarda İran və Rusiyanın birgə layihəsi olan, yəni İranda istehsal olunan qitələr arası raketin sınaqları da keçirildi. İrandan Sibir bölgəsinə, Rusiyanın Sibir bölgəsinə təxminən 4000 kilometr məsafədə raket zərbəsi endirildi. Yəni bu sınaq idi. Bir sözlə İran
həm özü, həm onun müttəfiqləri tərəfindən, Rusiya və Çin və digər müttəfiqləri tərəfindən Qərbə qarşı Amerika ilə döyüşə hazırlaşdırılıb, indiyə qədər hərbi texniki baxımından hazırlaşdırılıb və Amerika Birləşmiş Ştatları da əslində bunu bilir. Bu baxımdan müharibənin və bu döyüşün çox ağır olacağı artıq bəllidir.